Salamlar, dəyərli 7-cilər, hər birinizi xoş gördük kanalımda. Bugünkü dərsimiz yatmış vulkanlar oyana bilərmi mövzusu olacaq. Çox maraqlı bölmədir, maraqlı bir dərsdir. Yatmış bir vulkandan danışacaq. Səhifə 36-37-ni izah edəcəm. Diqqətli şəkildə dərsinizə qulaq asırıq. Ola bilər ki, bəzilərinə çatdırmamışam, bu dərsi artıq keçiblər. Amma yəni mən də düşünürəm ki, başa düşürsünüz. Çünki vaxt baxımından tez-tez video paylaşa bilmirəm. Deməli, Şimali Amerikada yerləşən Yellowstone dünyanın super vulkanı hesab edilir. Vulkanın altında nəhəng maqma ocağı var. Bu ocağın dərinliyi 9 kilometr, eni 60 kilometr, uzunluğu isə 80 kilometrə çatır. Rəqəmləri düşünəndə belə insan vahiməyə gəlir. Vulkan o qədər nəhəngdir ki, onun konusu belə yoxdur. Konus bilirikdir, yəqin ki, nədir? Burada maqma daim hərəkət edərək zəlzələlər törədir. Vulkanın kraterində çoxlu sayda qeyzerlər və termal sular var. Alimlər hesab edirlər ki, Yellowstone'un püskürməsi yer kürəsində atmosferin hər halda yəni olacaq. Çünki böyük bir nəhəng bir vulkanın püskürməsi yer kürəsində həm relyef, həm atmosferdə, həm canlı aləmdə, iqlimdə müxtəlif dəyişikliklərə səbəb olacaq. Təbii ki, yaxşıya doğru yox, pisə doğru dəyişikliklər baş verəcək. Deməli, tapşırıqlarımız bundan ibarətdir, fəaliyyət bölməsi bundan ibarətdir. Fəaliyyətin izahına keçəcəm, izah edəcəm və bundan sonra da həmçinin dəyərləndirmə hissəsini də tapşırıqlarını yazacağam, izah edəcəm. Dərsimizi bununla da yekunlaşdıracaq. Gəlin keçək fəaliyyətə. Yellowstone'un mövqeyinin onun super vulkan olmasının təsirini necə izah edirsiniz? Səhifə 40-dakı litosfer tavalarını və səhifə 43-də verilən seismik qurşaqların xəritəsinə istinad edin. Yəni, həmin səhifələri açırsınız, özünüz baxacaqsınız. Yellowstone vulkanı litosfer tavalarının sərhədində və seismik qurşaqda yerləşir. Bir uşaq soruşmuşdu məndən, tektonik nə deməkdir? Tektonik, yəni bax, tektonik çatlar var burada. Litosfer tavalarının toqquşması, ayrılması yerlərində adətən baş verir. Yəni, güclü zəlzələ vulkan zonasına deyilir. Birazdan növbəti dərslərimizdə, yuxarı siniflərdə tektonik çatlar mövzusunu, litosfer tavalar anlayışlarını, indi bundan sonraki bölməmizdə ümumiyyətcə litosfer var. Onları daha dərindən anlayacaqsınız uşaqlar. Yellowstone deməli, seismik qurşaqda yerləşir, vulkanlar tektonik çatların olduğu yerlərdə yerləşir. Yellowstone super vulkan olması tektonik çatların daha dərində və mətndə verildiyi kimi maqma ocağının böyük olması ilə izah olunur. Onlar hamısı mətndə var, bu sözlər hamısı mətndə verilmişdir. Super vulkanın maqma ocağının ölçüləri sizdə hansı fikirlər oyadır? Maqma ocağının nəhəng olması burada daim yüksək təzyiqin təsiri ilə onun hərəkət etməsinə və yerdə zəlzələlər törətməsinə səbəb olur. Biz də vulkanları da keçəndə dedik ki, vulkan yerin daxilində ümumiyyətcə təzyiq, temperatur çox yüksəkdir. Vulkanın baş vermə səbəbi də məhz bununla əlaqəlidir ki, yəni yerin daxilində maqma lava formasında, belə maye formadadır. Səbəb də ki, yüksək təzyiq və temperaturun olmasıdır. Zəlzələlərin törətməsi, bu zəlzələlər isə onun püskürməsinə səbəb olur, yəni vulkanın püskürməsinə səbəb olur. Nə üçün alimlər Yellowstone'da baş verən ən zəif proses belə prosesləri belə diqqətlə araşdırır? Çünki bu proses maqmanın səthə çıxması ilə nəticələnə bilər. Bu vulkanın püskürməsini qabaqcadan xəbər verməyə kömək edər. Hansı proses və ya hadisə bu yatmış vulkanı oyada bilər? Təbii ki, zəlzələlər və bundan başqa deyə bilərik ki, uşaqlar, güclü partlayışlar da vulkanın püskürməsinə səbəb ola bilər. Həmin o yatmış vulkanı oyada bilər. Zəlzələlər, hətta güclü partlayışlar ona təkan verə bilər. Yellowstone vulkanın püskürərsə, yerin təbiətinə hansı dəyişikliklər baş verər? Fikirlərinizi cədvəl üzrə qruplaşdırın, baxaq görək nələr baş verir uşaqlar. Yerin atmosferinə necə təsir edir? Biz bilirik ki, vulkan püskürən zaman nə baş verir? Atmosferə çoxlu miqdarda qaz, kül, toz, su buxarı çıxır. Və bunlar da günəş şüalarının qarşısını kəsər, atmosferdə dəyişikliyin yaranmağına səbəb ola bilər. Relyefə təsiri odur ki, partlayış nəticəsində vulkanik dağ yerin altına bata bilər. Çünki konusu yoxdur. Bayaqları mətndə də oxuduq ki, onun konusu yoxdur. Ona görə hər yer lava ilə örtülə bilər, ətraf ərazilər. Daha sonra iqlimə təsiri deməli odur ki, atmosferi bayaq dediyimiz kimi örtən qaz, kül buludları yerdə iqlimin soymağına, günəşin qarşısını kəsər və iqlimin də soymağına səbəb ola bilər. Və canlı aləmdəki məhv ola bilər, çünki hava soyuyar, iqlimdə xüsusi dəyişikliklər baş verirsə, kiçik bir dəyişiklik olsa belə uşaqlar, indi hal-hazırdakı vəziyyətə uyğun olan bitkilər, heyvanlar
baş verəcək vəziyyətə uyğunlaşa bilmədikləri üçün məhv olacaq. Yalnız heyvanlar, bitkilər yox, insanlara da öz təsirini göstərəcək. Və Yellison püskürərsə, 6-cı sualda baş verən dəyişikliklər Azərbaycan təbiətinə də təsir edərmi? Mətndə yazıldığı kimi Yellison püskürməsi bütün yer kürəsinə təsir eləyər, nəinki Azərbaycana. Bu səbəbdən Azərbaycanda təbii şəraiti dəyişkənliyə uğrayar, burada da iqlim soyuqlaşar və canlılar məhv olar. Nəinki Azərbaycana, yenə deyirəm, bütün yer kürəsində bu öz təsirini göstərər. Görün nə dərəcədə böyük bir vulkandır, nə qədər nəhəng bir ərazini əhatə edir ki, onun püskürməsi, orada hər hansı bir dəyişikliyin baş verməsi, düşünək ki, alimlər onu hər zaman araşdırırlar ki, qabaqcadan məlumatlar olsun. Məlumat olsa belə nə edə bilərlər ki, o vulkanın qarşısında nəinki alim, heç kəs qarşısını ala bilməsə, heç bir şey eləyə bilməzlər, ancaq onu, yəni Allah bilir, onun gələcəyi necə olacaq, ondan sonra nələr baş verəcək, ona heç bir insan qarşısını ala bilməz. O qədər, o dərəcədə böyük, vahiməli bir şeydir. Gəlin növbəti dərsimizə, növbəti səhifəmizə keçək. Təyyinlənmədə görək nələr deyir uşaqlar. Oxuyaq. Geoloqlar qrupuna 4 quyu qazmaq tapşırıldı. Geoloqlar qrupuna 4 quyu qazmaq tapşırıldı. A qrupunun heyəti 3000 metr dərinliyinə çatdıqda, burada neft qaz yataqlarının həm də qaynar palçıq kütləsinin olduğunu aşkar etdi. Dərinliyə doğru 33 metrdə temperatur 1 dərəcə artdığını müşahidə etdilər. B qrupunun geoloqları quyu qazarkən yer qabığının orta bərk qatına çatdılar. C qrupunun məqsədi yer qabığının qatlarını öyrənmək idi. Onlar daha dərin quyu qazdılar və yer qabığının sonuncu qatına çatdılar. D qrupunun geoloqları quyunu okeanda qazdılar və 1000 metr dərinlikdə çökmə mənşəli suxurları aşkar etdilər. Onların yerləşdiyi dərinlikdən sonra bərk suxur qatı başladığından geoloqlar qazıntını dayandırdılar. Onların verdiyi məlumata görə qazılan quyunun yaxınlığında okean dibindən termal sular çıxırdı. Deməli, siz özünüz də bunları oxuduqca nəyisə dərk edəcəksiniz. Bunu artıq keçmisiniz. Deməli, ilk öncə, düzdür, bunu yazılı şəkildə izah edəcəm. Amma bir balaca şifailiyə baxın ki, biz qatlarımızı keçmişdik. Yerin səthindən yerin dibinə doğru hansı yer qabığı, hansı qatlardan ibarətdir? Bir xatırlayaq uşaqlar. Çökmə, qranit və bazalt qatlardan ibarətdir. Yadınızdadırsa demişdik, ən yuxarıdakı çökmədir. Ortadakı bazalt, aşağıda isə qranit qat yerləşir. Okean tipli yer qabığında üzr istəyirəm, yerlərin dəyişik yazdım. Demək, çökmə, qranit və bazalt yerləşir. Okean tipli yer qabığında biz demişdik ki, yalnız bu ikisi var. Ortadakı qranit qat yoxdur. Amma materik tipli yer qabığında həm çökmə var, həm qranit var, həm bazalt var. Ortadakı qat qranit qatdır, ən üst qat çökmədir. Bazalt qat isə mantiyaya yaxın olan ən axırıncı qatdır, ən bərk qatdır. İndi bu sualları təxmin eləyəcəksiniz. Yəqin bu bir xatırlatma idi. Mən sualların cavabını izah etməyə keçməzdən öncə videonu dayandırın. Çox xahiş edirəm hər birinizdən. Videonu dayandırın. Hər bir əlamətə görə siz geoloqlar hansı qrupa çatıblar, hansı dərinliyə daha doğrusu çatıblar, onları özünüz təxmin eləyin. Ondan sonra videonu davam etdirərək öz bildiklərinizi yoxlaya bilərsiniz. Buradan köçürmək məcburiyyətində deyilsiniz. Hətta məqsədim o da deyil ki, sizlər üçün bunları bir-bir köçürtdürün. Köçürməyin, çalışın, özünüz yazın, təxmin edin, özünüz öyrənin, ondan sonra kömək ala bilərsiniz. Birinci qrupa diqqət edək. Baxın, bura çökmədir, bura qranitdir, bura bazaltdır. Birinci qrup gördüyünüz kimi bazalta çatdı. Birinci hələ şəkillə izah edirəm, sonra keçib orada cədvəldə izah edəcəm. Deməli, sonra ikinci qrupa baxsaq, çökmədən keçib artıq qranit qatdadılar. Üçüncü qrup okean tipli yer qabığında olduqları üçün çökmə qatındadılar. Heç yəni birbaşa bazalta da keçməyiblər. Amma birinci qrup bazaltdadılar artıq. Dördüncü qrupda artıq deməli çökmə qatını keçib bazalt qatına çatıblar. Axırıncı, yəni məlumatda şəkildə belə göstərir ki, bazalt qatına çatmayıblar, amma burada deyir ki, yəni ən sonuncu qata çatıblar, bərk təbəqəyə çatıblar. Gəlin indi o əlamətlərə uyğunlaşdıraq görək A qrupu hansıdır, B qrupu. Yəni bu rəqəmlərə uyğun olaraq A, B, C, D qruplarını uyğunlaşdıracaq və verdiyi əlamətlərə əsasən təbii ki. Burada nə edəcək uşaqlar? Qruplarımız var A, B, C, D. Quyular A qrupuna 3-cü quyu daxildir. Yəni əlamətlərinə görə siz o əlamətlərə baxın, ondan sonra özünüz təsdiqləyəcəksiniz. Qazıntının çatdığı qat çökmə qatdır. B qrupu 2-ci quyu aid edilir, qranit qatı aid edilir. Çünki onun verdiyi əlamətlərindən C qrupu 1-ci quyu, bazalt qat, D qrupu isə 4-cü quyu, artıq çökmə qata çatmışlar D qrupu. Çökmə qatındadılar, daha doğrusu D qrupu çökmə qatındadılar. Yəni şəkilə əsasən baxsaq, onlar
qranit qata gedib çatmayıblar, elə çökmə qatında da qalıblar. Bax, belə təqdim edəcəyik uşaqlar. Sonra deyir ki, A qrupunun qazdığı quyuda temperatur təqribən neçə dərəcə artır? Biz bilirik ki, mətndə də məlumat verilmişdi ki, hər 33 metrə 1 dərəcə, hər 33 metrdə 1 dərəcə artır və 3000 metr dərinlikdədirsə, 3000-i də 33-ə böləndə 90,9 dərəcə eləyəcək. A qrupunun qazdığı quyunun ətrafında hansı vulkan növünün olma ehtimalı var? A qrupu çökmə qatdadır, orada neft, qaz çıxır, belə bir məlumat var idi. Təbii ki, neft, qaz varsa palçıq vulkanı ola bilər. Çünki çökmə qatdadır. Hansı qrupun qazdığı quyuda temperatur, təzyiq, sıxlıq daha çox dəyişir? C qrupu bilirik ki, ən axırıncı qatda daha dərində yerləşir. Dərinə getdikcə də biz demişdik ki, temperatur, təzyiq, sıxlıq daha çox artır. Ona görə də C qrupunun qazdığı quyu daha dərin olduğu üçün maksimal təzyiqə, maksimal sıxlığa malikdir. D qrupunun qazdığı quyunun yaxınlığında termal suyun olmasının səbəbi nədir? Çünki D quyusu çökmə qatını keçərək bazalta çatır. Bazalt yer qabığının sonuncu və mantiyaya yaxın hissəsidir. Burada təzyiq, temperatur çoxdur. Bu isə termal bulaqların yaranmasına səbəb olur. Hansı quyular üst mantiyaya daha yaxındır? C və D qrupları daha yaxındır, çünki bazalt qatına gedirlər. Artıq bazalt qatına qədər gedib çatırlar. Ona görə C və D-ni 1 və 4-cü qrupları biz götürə bilərik ki, bazalt qatına yaxındır deyə, üst mantiyaya daha yaxındır. İnanıram dərslərimiz sizin üçün asan oldu, maraqlı oldu. Hər birinizə uğurlar arzulayıram. Gələn dərsimizdə görüşmək ümidi ilə. Sağ olun.